müəllimlər, bugünkü mövzumuz təlimin təşkilinə dair pedaqoji tələblər və prinsiplərdir. Qeyd edək ki, biz didaktik prinsiplər keçmişdik 9 dənə, amma bizim təlimi təşkilinə verilən prinsiplərimiz sayı isə 6 dənədir. Və didaktik prinsiplərlə təlimi təşkilinə verilən prinsiplər biraz eynilik təşkil edir, lakin fərqliliklər də var, izah edəcəm. Məktəbə qədər yaşlı uşaqların hər tərəfli inkişafı olsun. Daha sonra keyfiyyətli təlimin təmin olunması üçün ümumiyyətlə emosional bir mühit yaratmalıyıq. Və bunu da yaratmaq üçün bir sıra tələblər nəzərə alınmalıdır. İlk növbədə təlimin təşkilinə verilən tələblər hansılardır? Birinci başlayırıq uşaq ləyaqətinə hörmət. Uşaqların əlbəttə ki, təlim zamanı yaş və fərdi xüsusiyyətlərini biz önə almalıyıq. Yəni ki, önəmsəməliyik ki, biz təlimi təşkil edərkən uşağın yaş xüsusiyyətinə fikir verməliyik. Biz kiçik yaşlı uşaqlara böyük yaşlı uşaqların həm mövzusunu, həm məşğələsini keçə bilməliyik. Hər bir uşağın yaşına və fərdi xüsusiyyətlərinə, onların potensialına uyğun mövzumuzu təşkil etməliyik. Yəni təlimimizi ona görə qurmalıyıq. Daha sonra təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulması. Biz bilirik ki, əməkdaşlıq vacibdir. Həm uşaqlar böyüklər arasında, yəni uşaq müəllim arasında, həm uşaq arasında əməkdaşlıq olmalıdır. Uşaqlara dəstək vermək, uşaqlara motivasiya vermək, həvəsləndirmək, uşaqları fiziki və psixi zorakılıqların bütün formalarından qorumaq və ailələri də təlim fəaliyyətinə cəlb etmək. Bizim təlimi təşkilinə verilən pedaqoji tələblər 6 dənədir, prinsiplər də 6 dənədir. Hər birisi, yəni önəmlidir bizim üçün. Bir də deyək, uşaq ləyaqətinə hörmət bizə verilən tələbdir. Yəni təlimi təşkil edərkən biz bu tələblərə riayət etməliyik. Uşaqların yaş və fərdi xüsusiyyətlərinə önəm verməliyik. Böyüklər və uşaqlar arasında əməkdaşlıq olmalıdır. Uşaqlara fiziki, psixi zorakılıqdan qorumalıyıq. Həm də ailələr də təlim fəaliyyətinə cəlb etməliyik. Və prinsiplər gəlir. Birincisi şəxsiyyət yönümlülük, differensiallaşdırma və fərdiləşmə, idrak fəallığı, əyanilik, əməkdaşlıq və nəticə yönümlülük. Qeyd edək ki, bizim yadımıza gəlir ki, didaktik prinsiplərdən şəxsiyyət yönümlülük və nəticə yönümlülük bizə tanışdır, yəni didaktik prinsiplərdə, amma qalanları tanış deyil. Yəni indi keçəcəyik bugünkü dərsimizdə. Şəxsiyyət yönümlülük prinsipi biz dedik ki, uşaqları bir şəxsiyyət kimi formalaşdırmaq. Əlbəttə ki, bizim vəzifəmizdir ki, müəllim olaraq uşaqları bir şəxsiyyət kimi yetişdirək və bunu da necə yetişdiririk? Həyatda lazım olan ən zəruri dəyərləri formalaşdırırıq və bu da bizim vəzifəmizdir. Olsun uşaqlarda ünsiyyət proseslərini, dəyərləri formalaşdırırıq, psixomotor bacarıqları formalaşdırırıq. Yəni bunu didaktik prinsiplərdə də keçmişdik. Daha sonra gəlir differensiallaşdırma və fərdiləşdirmə. Nədir differensiallaşdırma və fərdiləşmə? Yəni hər bir uşağa fərdi yanaşırıq, differensial yanaşırıq. Ona bir differensial bir mühit qururuq. Yəni ki, uşaqların maraqlarını, tələbatlarını, inkişaf səviyyələrini, yaş xüsusiyyətlərini nəzərə alıb bir növ oxşarlıq necədir? Uşaq yönümlü prinsip kimi də. Məsələn, tutaq ki, biz məşğələ keçiririk, amma uşaqların biri, yəni məşğələni daha tez mənimsəyəndə, biri biraz gec mənimsəyir. Və biz məşğələni tez keçib bitirməməliyik. O gec mənimsəyən uşağa da diqqət yetirməliyik ki, o da bütün uşaqlar kimi məşğələni, mövzunu tam mənimsənsin. Yəni ona fərdi yanaşırıq, differensial yanaşırıq. Differensiallaşma və fərdiləşmə bir növ uşaq yönümlü prinsipə uyğun gəlir. Daha sonra gəlir idrak fəallığı. Bir növ beyinlə əlaqəlidir. Uşağın idrakını fəal şəkildə biz inkişaf elətdiririk. Kognitiv, yəni öyrədici xarakter daşıyır. Problemləri həlli, daha sonra idrak proseslərini formalaşdırırıq. Bir növ uşaqların beyni inkişaf edir. Sonra gəlir əyanilik. Kaminski, yəni əyanilik prinsipini qızıl qayda, qızıl qanun adlandırmışdır. Niyə?
Yəni uşaqların həyatında əyanilik mühüm yer tutur. Biz nə qədər də uşağa o deyək məsələn bir fəsillər mövzusu var. Nə qədər də uşağa desə, uşaqlar yazda güllər açır, yazda çiçəklər açır. Uşaq yenə də başa düşə bilməyəcək. Amma biz əyani vəsaitlərlə göstərsək, uşaqları məsələn yaz fəslidirsə çölə çıxardaq, təbiətlə tanış etsək, artıq uşaqların göz yaddaşında qalacaq. Ümumiyyətlə, yəni uşaqlar görəcəklər, yadlarında saxlayacaqlar. Yəni əyanilik prinsipi resurslar bura aid ola bilər, vəsaitlər aid ola bilər ki, biz bir növ uşaqların öyrənməyə olan marağını stimullaşdırırıq və öyrəndiklərini uşaq artıq əyani vəsaitlərlə daha keyfiyyətli mənimsəyir. Sonra gəlir əməkdaşlıq. Əməkdaşlıq da ola bilər, məsələn, tək uşaq arasında yox. Əlbəttə ki, tərbiyəçi müəllim və uşaq arasında ola bilər. Tərbiyəçi müəllim valideyn arasında ola bilər. Uşaq arasında olar. Yəni qarışıqda uşaq valideyn arasında əməkdaşlıq ola bilər. Yəni bir sözlə tərbiyəçi, müəllim, uşaq və valideyn arasında münasibətlərin qarşılıqlı fəaliyyətini təmin olunmasını nəzərdə tutur. Sonra gəlir nəticə yönümlülük. Biz nəticə yönümlülük prinsipini keçmişdik. Yəni didaktik prinsiplərimizdə demişdik ki, fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir. Yəni biz işlərimizi əvvəlcədən görürük, planımızı əvvəlcədən qururuq, layihələrimizi əvvəlcədən hazır edirik. Tutaq ki, bir açıq dərsimiz var və gələcək məsələn bağçanın müdiri də həmin açıq dərsdə oturacaq və yaxud komissiya üzvlərinə gələnlər olacaq və biz əvvəlcədən bu açıq dərsimizi bilirik, ona uyğun hazırlaşırıq. Ona uyğun vəsaitlərimizi hazırlayırıq, planımızı qururuq. Daha sonra resurslarımızı ayırd edirik, hamısını sabaha hazırlayırıq və vəsaitlərimizi qururuq. Necə deyirlər bunu? Bir də deyək, əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir. Yəni biz bir müəllim olaraq hər işimizi əvvəlcədən görməliyik ki, sonda da gələk məqsədə çataq. Yəni birinci bizim məqsədimiz olmalıdır ki, daha sonra nəticəmizə çataq. Elə biz özümüzdən götürək ki, bir müəllim olaraq hazırlaşırıq proqram üzrə, axırda gəlirik, məsələn, işə qəbul imtahanı veririk və yaxud sertifikasiyadan keçirik. Bu da bizim nəyimizi bildirir? Bizim bir nəticə yönümlü müəllim olduğumuzu bildirir. Buna qədər müəllimlər, ümid edirəm asan dərsdir, anlamış olarsınız. Çox sağ olun.